Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in. Ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Bizim mövzumuz müqəddəslik anlayışındaydı. Keçən videoda müqəddəs sözünün mənasına və Qur'an-ı Kərimdə işlənmə yerlərinə işarə etmişdik. Mövzumuzun davamına başlamamışdan öncə onu qeyd edək ki, xülasə olaraq müqəddəs sözünün mənası pak, mütəhhər, mübarək mənalarındaydı və Qur'an-ı Kərimdə biz gördük ki, həm Allaha nisbət verildi, həm vəhiy mələyi olan Cəbrail əleyhissalama nisbət verildi və həm də bir məkana nisbət verildi. Və mövzumuzun sonunda belə bir sualla bitirmişdik mövzumuzu ki, kimisə, nəyisə, haranısa müqəddəs bilmək, yəni kimisə müqəddəs hesab etmək, nəyisə müqəddəs bilmək, hansısa bir məkanı müqəddəs hesab etməyi insanın əqidəsinə, imanına, əməllərinə nə kimi müsbət təsirləri var? Və yaxud da ki, ümumiyyətlə, yəni əqidənin formalaşmasında müsbət təsiri varmı? Və yaxud da ki, əqidənin nöqsanlı olmasında mənfi təsirləri varmı? İnşallah bugünkü mövzumuzda, yəni videomuzda bu suallara aydınlıq gətirək. Buna bir neçə cəhətdən yanaşmaq olar. Birinci cəhəti qısa olaraq belə deyək, kimisə, nəyisə, haranısa müqəddəs bilmək səbəb olar ki, onların həqiqətini qoruyaq. Yəni, öz dəyəri nədirsə, onu qoruyub saxlayaq. Məsələn, kimisə müqəddəs biliriksə, o bildiyimiz, müqəddəs bildiyimizin həqiqi dəyəri nədirsə, müqəddəs bilməklə onu qoruyub saxlamış olaraq. Və yaxud da ki, nəyisə müqəddəs biliriksə, onu bildiyimiz o nədirsə, yəni onun həqiqəti nədirsə, onun gözəlliyi nədirsə, keyfiyyəti nədirsə, müqəddəs bilməklə biz onu qorumuş olur. Və ya haranısa, hansısa bir məkanı müqəddəs hesab ediriksə, o müqəddəs hesab etdiyimiz o məkan ki var, həqiqəti nədir, gözəlliyi nədir, dəyəri nədir, biz onu müqəddəs bilməklə bu dəyəri qoruyub saxlamış oluruq. İkinci cəhətdən, ki bu birinci cəhətə aydınlıq gətirmək məqsədi ilə, ikinci cəhətdən yanaşsaq, məsələn biz dedik ki, biz Allahı müqəddəs bilirik və Allahı müqəddəs bilməkliyin mənası nə oldu? Yəni Allahı bütün nöqsan və eyb sifətlərdən uzaq bilmək. Bu bir faydasıdır. İndi biz əgər Allahı müqəddəs bilməsək, yəni Allahı müqəddəs bilirik, Allahın həqiqəti nədir? Allahın yəni həqiqəti bu mənada ki, yəni Allahı müqəddəs bilirik, yəni nə? Allahı bütün nöqsan və eyblərdən uzaq bilir. İndi biz əgər Allahı müqəddəs bilməsək, Allaha müqəddəslik etiqadımız olmasa, bizə eyb və nöqsanlardan uzaq olmayan bir Allahı təqdim edərlər və biz də onu qəbul edərik. Məsələn, deyərlər, Allahın əli var, Allahın ayağı var, Allahın məkanı var. Yəni Allaha məxluqata olan o xüsusiyyətlər ki var, onu Allaha nisbət verərlər və bizə deyərlər ki, bəli, Allah bu cürdür və biz də əgər Allahı müqəddəs bilməsək, yəni Allahı olduğu kimi biz əqidəmiz olmasa, biz onda Allaha əl də nisbət verərik, o Allahı qəbul edərik, ayaq nisbət verilən Allahı da qəbul edərik, məkan verilən Allahı da qəbul edərik. Necə ki, günümüzdə və tarix boyda bu əqidədə olan insanlar, bu əqidədə olan toplum var ki, Allaha bəzən əldə nisbət verirlər, məkanda nisbət verirlər, yəni Allahı cisimləşdirirlər, ayaqda nisbət verirlər ki, bu əqidədə olan insanlar var. İndi nəticəmiz nə olar? Biz Allahı müqəddəs bildik, yəni nə? Bunun faydası oldu ki, biz Allahı cisimləşdirmirik. Məxluqata aid olan o sifətləri Allaha nisbət vermirik. Allahı bütün nöqsan və eyblərdən, hətta məxluqata aid olan sifətlərdən də uzaq bilirik. Və Allahı müqəddəs bilməməyin fəsadı oldu ki, Allaha cisim nisbət vermək, Allaha məkan nisbət vermək, Allahı əl, ayaq, məxluqata aid olan sifətləri nisbət vermək. Təbii ki, bu da həm Qur'anın, Peyğəmbərin və Əhl-i Beytin kəlamlarının əksinədir. Qur'an da, Peyğəmbər də, Əhl-i Beytin də kəlamlarının məqsəd, yəni nəticəsi budur ki, təvhidlə bağlı, Allahla bağlı. Allah müqəddəsdir, yəni bütün nöqsan və eyblərdən uzaqdır. Hətta məxluqata aid olan xüsusiyyət sifətlər ki var, Allah ondan da münezzəhdir.
İndi bunu bildik, yəni Allahla bağlı olan müqəddəsliyi bildik. İndi Qur'an-ı Kərimdə işlənən o yerləri və eyni zamanda lüğəti mənasını ümumi bir nəticəyə gəlib belə bir sual verə bilərikmi ki, yəni Qur'an müqəddəsdir, yəni həqiqətən Qur'an müqəddəsdir ya yox? Və yaxud da ki, məscidlər ki tikilir, məscidlər müqəddəsdir və ya Peyğəmbərin özü belə müqəddəsdir yoxsa yox? Yəni biz Qur'anı müqəddəs kimi qəbul edə bilərikmi? Və ya biz məscidləri müqəddəs bir məkan kimi qəbul edə bilərikmi? Və ya biz Peyğəmbər müqəddəsdir deyə bu əqidəyə sahib ola bilərikmi? Yəni bunu bu cür qəbul edə bilərikmi? İndi baxaq Qur'ana. Yəni birinci sual ki dedik Qur'an, yəni müqəddəs hesab edə bilərik ya yox? Baxaq Qur'ana. Əgər Qur'anı biz müqəddəs bilməsək, onda nə olar? Yəni biz Qur'anı müqəddəs bilirik niyə? Qur'an Allah Taala tərəfindən Peyğəmbərə nazil olub. Qur'an bəşər kəlamı deyil. Qur'an Allahın kəlamıdır, Allahın sözləridir ki, bunu Peyğəmbərə nazil edib. İndi baxaq Qur'anın özündə. Yəni dedik, birinci cəhətdə dedik ki, müqəddəslik nədir? Yəni o şey ki, biz müqəddəs bilirik, onun dəyərini qoruyub saxlamaq. Qur'an özü bizə buyurur. Buyurur ki, Vaqiə surəsinin 79-cu ayəsində La yəməssəhu illəl mutahharin. Qur'ana toxunmasınlar, yalnız pak olanlardan başqa. Yəni Qur'an özü bizə deyir ki, hər bir halda heç kimin ixtiyarı yoxdur ki, pak olmasa Qur'anın yazılarına toxunsun. Təbii ki, üz qabığından söhbət getmir. O yazılar olan səhifə ki var, yəni pak olmayan insan ona toxuna bilməz. Burada paklıq, batini paklıqdan söhbət getmir. Yəni batini paklıqla işimiz yox. Buradakı paklıq zahiri paklıqdır. Yəni məsələn, bir insanın əli nəcis olarsa, təbii ki, mənəvi yəni paklıqda ola bilər. Yəni məsələn, kafir olan insan əlini Qur'anın yazılarına toxundura bilməz. Bu da var. Amma eyni zamanda zahiri paklığına da baxsaq, bir insanın əli əgər nəcis olarsa, mundar olarsa, o nəcis əli ilə, nəcis bədəni ilə Qur'anın səhifələrinə, yazılarına toxuna bilməz. Bu da bizə nəyi göstərir? Yəni Qur'an müqəddəsdir. Qur'ana nəcis halda toxunmaq olmaz. Qur'anı müqəddəs bilməməyin fəsadına gəlincə, Qur'anı müqəddəs bilməyən Qur'anı cırar. Qur'anı müqəddəs bilməyən Qur'anı yandırar. Qur'anı müqəddəs bilməyən ona hər cür hörmətsizliyi edər. Necə ki, bu günümüzdə bu cür olan insanlar, bu əqidədə, bu düşüncədə olan insanlar var ki, Qur'ana olmazı hörmətsizliklər edirlər. Və yaxud da ki, Peyğəmbəri müqəddəs bilmək. Peyğəmbəri müqəddəs bilməyin mənası nə? Biz ki, Peyğəmbər müqəddəsdir, bu əqidəni qəbul edirik, bu düşüncədəyik. Yəni, Peyğəmbər məsumdur. Peyğəmbər xəta etməyib, Peyğəmbərin günahı yoxdur. Çünki Peyğəmbərlik, nübüvvət, yəni risalət elə bir missiyadır ki, günah edən şəxs o missiyaya, o Peyğəmbərliyə layiq ola bilməz. Yəni, bir insan özü əgər günah iş görürsə, xəta edirsə, o insan cəmiyyəti necə islah edər? Ona görə biz deyirik, Peyğəmbər müqəddəsdir, yəni Peyğəmbər günahlardan yəni uzaqdır, xətadan uzaqdır, səhvdən uzaqdır. Əgər biz Peyğəmbəri müqəddəs bilməsək, bizə deyərlər, bəli, Peyğəmbər xətası olub, Peyğəmbərin günahı olub, Peyğəmbərin səhvi olub. Necə ki, dediyimiz kimi, bugün də bu əqidədə olan insanlar var ki, Peyğəmbəri xətakar da bilirlər, Peyğəmbəri günahkar da bilirlər. Niyə? Bu Peyğəmbəri müqəddəs bilməməyin fəsadıdır. Necə ki, biz tarixə baxsaq, Əhl-i Beyt də bu cürlədir. Yəni, Əhl-i Beyti, Peyğəmbərin Əhl-i Beytini müqəddəs bilməmək səbəb oldu ki, Əhl-i Beytə qarşı düşmənçilik yarandı, Əhl-i Beytə qarşı zülm yarandı və Əhl-i Beyti müqəddəs bilməmək səbəb oldu ki, İmam Hüseyin əleyhissalam Kərbalada şəhid oldu və digər imamların da başına gələn o tarixdə o hadisələr ki var, bunların hamısı nədir? Əhl-i Beyti müqəddəs bilməmək əqidəsidir. Əgər Əhl-i Beyti müqəddəs bilən, Əhl-i Beytin dəyərini olduğu kimi qoruyub saxlayar, Əhl-i Beytə hər cür hörmətsizlik etməz, Əhl-i Beytin hörmətini saxlayar, izzətini qoruyub saxlayar. Ona görə Əhl-i Beyti müqəddəs bilmək bu mənadadır ki, Əhl-i Beytin dəyərini olduğu
o məqam ki var, onu qoruyub saxlamaq. Və ya məscidi müqəddəs bilməyin faydası nədir? Əgər bir insan məscidi müqəddəs bilərsə, məscidə hörmətsizlik etməz, məscidi dağıtmaz, məscidən nəcis etməz, məscidin hər hansı bir malını oğurlamaz, məscidin hər hansı bir malını qəsb eləməz. Niyə? Çünki o müqəddəs bilir məscidi. Yəni məscidin dəyərini qoruyub saxlamağı, olduğu o məqam ki var, olduğu dəyər ki var, onu qoruyub saxlamağı qəbul edir. Yəni bu müqəddəs bilməmək də səbəb olar ki, bu insan məsciddən oğurluq eləyər, məscidin divarlarını dağıdar, məscidi nəcis edər, məscidə hər cür hörmətsizlik eləyər. Yəni son olaraq, yəni nəticə belə bir qərara gəlmək olar ki, biz Qur'anı müqəddəs bilirik, yəni Qur'ana hörmətsizlik olmaz, Qur'anın dəyərini qoruyub saxlamaq lazımdır. Peyğəmbəri müqəddəs bilirik. Niyə? Çünki Peyğəmbər məsumdur, günah etməyib, xəta etməyib və məscidlər müqəddəsdir. Niyə? Çünki məscidlərə ziyan vurmaq, zərər vurmaq, məsciddə nəyisə uğramaq, məscidi nəcis etmək, bunlar hamısı haram olan əməllər. Yəni müqəddəs bilməklə kimisə, nəyisə, harasınısa, olduğu dəyər nədirsə, olduğu o məqam nədirsə, yəni ilahi məqam nədirsə, müqəddəs bilməklə biz onları qoruyub saxlayırıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.